Qaranlıqda qalanda sənə işıqla gələni nə tez unutdun. Sənə demişdim, heç kimin ahını alma. Xoşbəxtlik qane olanlara məxsusdur. Allah sənə elə bir zərbə vurar ki, heç bilməzsən haran ağrıyır. And olsun, heç kim köməyinə çata bilməz. Nə edirsən et, heç kimin duyğularını incitmə. Yalnızlıqlarının səbəbi olma, küstürmə, zülm etmə demişdim sənə. Sən isə ölü əti yeyən çaqqal kimi tələ qurub şər atdın. İnsanların haqqını yedin. Hər kəs bir gün yaşayacaq. Ya aldığı duaları, ya da aldığı bədduaları. Bu həyatda əsla unudulmayacaq şeylər vardır. Qul haqqı, günah və alınan ah. Bəndə unudar bəlkə, amma Allah əsla unutmaz. Sənə demişdim, heç kimin ahını alma. Allah sənə elə bir zərbə vurar ki,